maraqlıdır ki, kütlə informasiya vasitələri isə deyir ki, Zelenski sülh müqabilində Donbasdan geri çəkilməyə də razı ola bilər. Maraqlıdır belə bir dediyim kimi gedişat mümkündürmü? Çünki Amerika administrasiyası Ukrayna üçün yeni sülh təşəbbüsünü aktiv şəkildə irəli sürür və Amerikalı nümayəndələrin yaxın günlərdə Cenevrədə prezident Volodimir Zelenski ilə görüşü gözlənilir. Vaşinqton planın dəyişdirilə biləcəyini və Kiyevə ultimatum olmadığını bildirir. Telegraf isə xəbər verir ki, bu barədə Washington Post mənbələrinə istinadən yazır, dəyərli izləyicilər. Məlumata görə sənəd 28 bənddən ibarətdir və hazırki variantda Ukrayna üçün bir sıra çətin qərarlar nəzərdə tutur. Amerika rəsmiləri təhlükəsizlik zəmanətlərinin hələ kifayət qədər güclü olmadığını etiraf ediblər. Planın əsas mübahisəli məqamları arasında isə Ukrayna ordusunun sayının məhdudlaşdırılması və Donetsk bölgəsinin bir hissəsindən geri çəkilmə ilə bağlı təkliflər də yer alır. Vaşinqton isə iddia edir ki, təşəbbüs Rusiyanın xeyrinə deyil və Amerika sülh əldə olunduğu halda Ukraynanın müdafiəsini daha da gücləndirməyə hazırdır və eyni zamanda Avropa İttifaqı və Böyük Britaniyada Amerikanın sülh planı üzrə yüksək səviyyəli danışıqlarda iştirak etməyə razılıq verib. Bu da önəmli məqamdır.